Ağ Ev Amerika Birləşmiş Ştatlar prezidenti Donald Trump'ın Ukrayna lideri Volodymyr Zelenski ilə görüşəcəyini rəsmi olaraq təsdiqləyib. Görüş dekabrın 28-də yerli vaxtla saat 15:00-da Floridada keçiriləcək. Danışıqların əsas mövzusu isə Ukraynada müharibəni dayandırmaqdır və keçən görüşlərdən fərqli olaraq Avropa rəsmiləri bu dəfəki görüşün sülhün yaxınlaşmasına kömək eləyəcəyini ümidlidir. Trumpla görüşündən əvvəl Zelenski mövqelərini razılaşdırmaq üçün NATO rəsmiləri, eləcə də Kanada, Almaniya, Finlandiya, Danimarka və Estoniya liderləri ilə də görüşüb. Trump və Zelenskinin bu görüşünün ümidverici olmasının bir sıra səbəbləri var. İlk olaraq, Avropa İttifaqının Birləşmiş Ştatların əksinə Ukraynaya 106 milyard dollar kredit verməsi Ağ Evin planlarını pozub. Belə ki, Rusiya ilə əlaqələri normallaşdırmaq naminə Kiyevin müharibədən zərərli çıxmasını istəyən Trump bu planın suya düşdüyünü və Ukraynaya qarşı təzyiqlərini davam etdirməsinin Avropa ilə əlaqələrini tamamilə pozduğunu yaxşı başa düşür. Bunun fonunda görüşdə Birləşmiş Ştatların daha əvvəl təqdim etdiyi sülh planını dəyişdirəcəyi və Moskvaya qarşı təzyiqləri artırması müzakirə edilə bilər. Eyni zamanda ərazi məsələləri də olduqca ciddi məsələlərdən biridir. Hansı ki, bundan əvvəlki görüşlərdə də Ukrayna üçün bu bir qədər necə deyirlər, həm Avropa İttifaqı, həm də Ukrayna üçün böyük bir qədər narazılıqlarla qarşılanmışdı. Hansı ki, Rusiyanın tələbləri qarşısında bu qəbul edilməmişdi. Hal-hazırda, sabahki, bazar günü baş tutacaq görüşdən sonra, əgər tərəflər 20 maddəlik planı, daha doğrusu planın əsas elementləri üzrə razılığa yaxınlaşarlarsa, bu görüşün belə deyək, nəticəsi olaraq ya birgə niyyət bəyanatı imzalana bilər, ya da prinsiplər sənədi qəbul oluna bilər burada nəticə etibarilə. Ümumiyyətlə, bu da ABŞ-Ukrayna diplomatik koordinasiyasını gücləndirə bilər eyni zamanda paralel olaraq. Avropa və NATO tərəfdaşları üçün vahid mövqe formalaşdıra bilər. Ha belə Rusiya üzərində diplomatik təzyiqi artıra bilər bu. Bununla belə diqqətdə saxlanmalı bir məqam da var ki, Rusiya müharibədən tamamilə əliboş geri çəkilməyəcək. Avropa İttifaqının Ukraynaya dəstəyi artırması və danışıqlar çərçivəsində Birləşmiş Ştatların da proseslərə yenidən cəlb olunması və Moskvaya təzyiqlərin davam etdirilməsi uzun perspektivdə qoca qitə, Kiyev və Vaşinqtonun geosiyasi, iqtisadi və hərbi maraqlarına böyük zərbə endirə bilər. Yəni, yeni sülh planı həm Rusiyanın, həm də Ukraynanın maraqlarına uyğun olmalıdır. Odur ki, Trump ilk olaraq Zelenski ilə görüşərək onu müəyyən güzəştlərə getməyə razı salmağa çalışacaq. Sonraki mərhələdə isə hədəf Kremlin də razılığa gəlməsidir. Daha əvvəl də əsas məqsəd bu olsa da, hər iki tərəf geri çəkilmək istəmirdi. Lakin müharibənin 4-cü ilə keçməsi və Kiyevlə Moskvanın qarşılaşdığı iqtisadi böhran hər iki tərəfi güzəştə getməyə sövq eləyə bilər. Bu görüşdə düşünürəm ki, Ukraynanın lehinə bir çox məsələlər dəyişə bilər. Çünki Vladimir Putinin Ukrayna ilə bağlı dəyişməz mövqeyi hələ öz tələblərindən qalması təbii ki, Vaşinqtonu da narazı salan əsas məqamlardan biridir. Və Ukrayna ilə bağlı ciddi güzəştində gedilməsi ABŞ-ın da geosiyasi mövqeyini zəiflədir. Bu məsələlər müzakirə olunacaq. Düşünürəm ki, bu danışıqlarda Ukrayna təşkil, Böyük Britaniya, Avropa İttifaqı Volodymyr Zelenskini çox ciddi şəkildə dəstəkləyir. Məhz danışıqlar prosesində də Volodymyr Zelenski Ukrayna silahlı qüvvələrinin də müqavimət göstərdiyini, Rusiya qoşunlarının cəbhə xəttində irəliləyə bilmədiyini də Trumpın nəzərinə çatdıracaq. Ümumi götürülüşdə isə 20 bəndlik hazırda masada olan sülh planının Rusiya tərəfindən qəbul edilməsi üçün ABŞ-ın Rusiyaya qarşı ciddi şəkildə təzyiqləri lazımdır. Əsasən bu məsələlər müzakirə etmək olacaq. Qeyd eləyək ki, hər nə qədər Trump-Zelenski görüşünün müsbət nəticələnəcəyi gözlənilsə də, məsələyə bir də Avropa İttifaqı və Birləşmiş Ştatların qazancları perspektivindən baxmaq lazımdır. Hər iki tərəf müharibəyə böyük yatırımlar ediblər və bunun nəticəsində qazanc əldə etmək istəyirlər. Təsadüfi deyil ki, Ukraynanın torpaq elementlərinin Vaşinqtonun nəzarətinə veriləcəyinə dair müqavilənin qoca qitənin maraqlarına uyğun olmaması sənədin imzalanmasının qarşısını alır. Eyni ssenari digər məsələlərdə də Avropa və Amerika Birləşmiş Ştatlarını qarşı-qarşıya qoyur. Odur ki, Şərqi Avropadakı müharibənin bitməsi üçün Avropa, Ukrayna, Amerika Birləşmiş Ştatları və Rusiyanın maraqlarına cavab verən sülh planı hazırlanmalıdır. Hadisənin hansı formada irəliləyəcəyini isə Trump-Zelenski görüşünün nəticələri bəlirləyəcək.